Bizim beynimizdə 200 milyarddan çox neyronlar var. Bu neyronlar önəmli məlumatları, dərsləri, gün ərzində baş verən hadisələri yadda saxlamaq üçün var. Sən o neyronları DH ilə, EPA ilə bəsləməyəndə, xüsusən də uşaqlarda yaddaşsızlıq, diqqətsizlik, qavrama və oxuma qabiliyyətinin zəifləməsi kimi problemlər üzə çıxmağa başlayır. Bəs nə etməlisən? Ekrandakı ürəyi qızart, videonu qayd elə, ətraflı izah edeyim. Yaxınlaşırsan, aptekə izifşoil balıq yağı alırsan. Bəs niyə izifşoil balıq yağı? Çünki bu balıq yağı meyvə aromalı jelatinlərdir və bu balıq yağının uşaqlarını sevə-sevə, dadını sevə-sevə qəbul edirlər. Qəbul etdikləri zaman isə tərkibindəki yüksək DH, EPA və D vitamininin köməyi ilə uşağınızın mərkəzi sinir sisteminin dəstəkləyir, yaddaşını, diqqətini, görmə qabiliyyətini, nitq qabiliyyətini gücləndirir. Üstəlik sümüklərini möhkəmləndirir, ürək qan damar xəstəlikləri yaranma riskini minimuma endirir, immunitetini gücləndirərək onları xəstəliklərdən qoruyur. Ölkənin bütün apteklərində izifşoil balıq yağı əlçatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakaz verib, köməklik göstərib, həm aptekə, həm də sizə gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydində qalan əczaçınız Balaoğlanla hər zaman sağlam qalasınız.